Gəncə şəhərində qadının qeyri-rəsmi münasibətdə olduğu kişinin bıçaqlanması ilə bağlı məhkəmə qərarı açıqlanıb. 1995-ci il təvəllüdlü Əfsanə qeyri-rəsmi münasibətdə yaşadığı Zöhrabla ailə məişət zəminində mübahisə edib. İstintaq materiallarına əsasən münaqişə zamanı Zöhrab qadını döyərək onun sağlamlığına yüngül xəsarət yetirib. Bundan sonra Əfsanə mətbəxdən götürdüyü bıçaqla Zöhrabın döş qəfəsinə bir dəfə zərbə vurub, nəticədə zərər çəkmiş ağır bədən xəsarəti alıb. Faktla bağlı Əfsanəyə Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə ifadə verən Əfsanə özünü təqsirli bilsə də hadisənin qəsdən baş vermədiyini bildirib. Onun sözlərinə görə hadisə zamanı mətbəxdə çörək doğrayırmış. Mən çevrilən zaman bıçaq təsadüfən Zöhraba dəydi. Əvvəlcə xəsarətin ciddi olmadığını düşündük. Yaraya dərhal antiseptik məhlul çəkdim. Bundan ağrısının olub-olmadığını soruşdum. O da heç nə olmadığını dedi. Bir qədər sonra yara qanamağa başladı. Mən təcili tibbi yardım çağırmaq istədim. O isə buna ehtiyac olmadığını bildirsə də, yenə də təcili tibbi yardım çağırdım, deyə qadın ifadəsində göstərib. Əfsanə əlavə edib ki, hadisə baş verən zaman aralarında mübahisə olmayıb. Zərər çəkmiş Zöhrab da məhkəmədə verdiyi ifadəsində hadisənin ehtiyatlıq nəticəsində baş verdiyini deyib. Mətbəxə daxil olan da Əfsanəyə çörək doğrayırdı. Mən ona yaxınlaşarkən qəfil geri döndü və əlindəki bıçaqla döş qəfəsimə batdı. Xəsarətim ciddi olmadı, deyə Zöhrab ifadəsində göstərib. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Əfsanə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsinə çəkməsi məhkəmə tərəfindən müəyyən edilib. Bundan başqa məhkəmə eyni zamanda Cinayət Məcəlləsinin 79.1-ci maddəsini tətbiq edərək təqsirləndirilən şəxsin 2019-cu il təvəllüdlü övladı 14 yaşına çatanadək cəzanın icrasını təxirə salınıb. Bundan başqa Əfsanə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz alınıb. O, məhkəmə iclas zalından azadlığa buraxılıb. Beləliklə 2019-cu ildə anadan olan uşağın hazırda 7 yaşı var. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü Əfsanəyə aid hissədə 7 ildən sonra icra olunması gözlənilir.